Arvaddan mənə baxır, arvaddan mənə baxır. Xanım, mən sizi çəkmirəm. Başıma gəlməyən qalmadı da, yəni. Ay necəsiz? Saat 5-də mənim elədiyim maks, yəni YouTube vlog girişi ola bilərdi. Yəni ən qəribə video. Aha, deməli, biz bu gün ağarıq. Get ready with me. Ay valla pəncərələr açıldı, hamısı mənə baxacaq. O. Deməli, gün əslində saat 5-də qaçış eləyəcəkdik, idman falan da, yəni. Dedim belə bir konsept içərik olsun da, maraqlı olsun. Stadionda bilirsən nə qədər adam var? Allah and olsun, bir vaqon adam elə bir yığıb töküblər bura. O qədər əsəbləşdirdi ki, bu məni. Hə, stadionda maşallah çox adam var. Mən deyəsən bu gün qaçış eləyərəm əslində. Amma mən səs gəlir. Ay bismillah. Hə, yəni eləyərəm ya, prosta mən istədiyim bilirsiz nə idi? Tam heç kim olmasın. Elə mən belə günəş doğulsun, mən baxım falan da sizlə biraz overthink söhbət eləyim zat. Heç olmadı belə bir şey. Mən yerimdə durmuram axı. Ay bala, bax sənə nə lazımdır? Bax səhərin bu saatı. Giş. Valla girəm. Amma məsələn siz bir dənə bu mənzərəyə baxın, görün. Bu mənzərə nə qəşəngdir. Amma çox qəşəng deyil. Mən bildim daha çox qaranlıq olacaq hava. Mən belə bilmirdim. Amma stadionda da bu qədər adam var. Belə bir yanı var da həqiqətən. Var da var. Mesela yəni mən istədiyim o performansı heç göstərəməm burada. Heç olmasa deyirdim sən yəni gəlin belə burada oturum. Mən nə danışsam maşallah hər kəsən də eşidəcəklər mənim danışıqlarımı. Ya mən məsələn saat 4 seçəcəkdim. Bu deyil məsələn qarğa. Qarğa qardaş. Yəni görən də deyir ki, qocanı başa düşdük, süpürgəsini başa düşdük. Bu qaqaş burdan ağarır. Amma əsas bilirsiz niyə? Aşağı düşməkdən də utanıram. Bunu bir dənə şey eləyək, bağlayaq. Değirmenci dayı, değirmenci dayı, kara kaşlar senin olsun, öğüt buğdaylarımı. Değirmenci dayı, değirmenci dayı, kara kaşlar senin olsun. Abi cumartesi bugün mal mısın? Ay neyse. Aha, əlimdə bir boşluq hiss elədim şükür. Amma məsələn mənim əlimin əsməsi şaka mı? Bu kameranın əlimdə qalmaması şaka mı? Neysə, gələk biz mərdimazar konularımıza. Bağladık. İnşallah. Mən istəyim onların oradan gitməsidir şu an. Gedin. Hadi. Hadi herkes evine. Aman tanrım. Bak orada biri var. Aman tanrım böyle bir spor yok. Nasıl da güzel spor yapıyor. Qarğa bey, xahiş edirəm. Nəysə manzaramızın karşısında göründük. Böyle. Durum da burada belədir yəni, nə bilim. Sizinlə girdim, çoxdan da görüşmürəm, söhbət falan eləyərdik də. Valla burada başqa stadion yoxdur. Heç nə hazırlanıb eləmişəm. Evdən çıxacam da indi. Gör söhbətə bax sən, söhbətə bax. Çıxdım evdən, hayal kırıklığı falan. Çünki hava mən biraz daha qaranlıq bilirdim də, yəni açıqlıq olması biraz dəxilsiz oldu. Yəni saat 10-11 dələ bir şey. Nəysə, çıxdım evdən, əlimdə jaketim falan. Bir dənə xala tutdum belə. Hara girsən? Dedim, qorxdum belləmi, dostlarımla gir. Saat 5 dənə dost. Hansı dost? Saat 5-də dostunla neyniyəsən? Belləmə bu vaxtı. Demə.
1 saat saat. Yine 5:21. Anlıyorum. Ha, yəni belə. Orada biraz overthinking elədik. Nə çünki biz necə yəni nə deyim bilmədim. Həqiqətən bilmədim nə deyəcəyimi də. İndi mən qaçış edirəm də. Koşuyoruz. Koşu yapıyoruz. Kilo vereceğiz. Bak bir de Allah'ın olsun. Eğer bak buradan ya da oradan kimse beni görse xahiş edirəm. Yadırgamayın. Evet. İndi ay mikrofon burada hemen gör hara danışıram. Allah'ım ya Rabbim. İndi şey konuda şey eləyəcəm. Ağlıma gələn çox qəşəng bir yer var. Çünki orada belə hündürlükdə yəni günəş doğumu çox qəşəng görə biləcəyik oradan. Deyirəm gedək biz ora. Həm orada yaşıllıq falan, həm orada oturarıq, söhbət eləyərik sizlə. Ona görə gidiyoruz. Sonra da baxır ki, hara gedir bu? Həqiqətən mən də görsəm belə bir insan tutaram, soruşaram ağa, hara gedirsən deyə məsələn. Deyərəm yəni. Çox maraqlıdır, amma binanın rəngi. Ama Allah'ı var seni çok özledim. Merhaba, ben uluslararası gazeteci Ajda Ender. Yaşam hakları insan haklarıdır. Ay, araba geliyor, araba geliyor. Otostop mu çekeyim? Otostop çekeceğim. Gıçımı açacağım. Peki ben manzaramın güzelliğine bakın bir tane. Bu manzara şaka mı? Bu şaka manzara mı? Ay çok qəşəngdir. Ama tabii ki de yine de deyirəm, qaranlıq değil. Ona görə gələn səfər həqiqətən saat 4'te falan çıxacam uje. Ay bu niyə qaranlıq deyil yəni ümumiyyətcə də? Mən havanın bu qədər tez açıldığını mən bilmirdim. Saat 5. Yanımda. Ama çok qəşəngdir. Neyse, indi qəşəngdən yumuşaq otluq tapırıq. Ora konumumuzu vururuq. Haydi bakalım. Spor yapacağıq. Kalk şişman, şişman, şişman. Kilo veriyor. Asileme cenemeler. Uyanma vakti var. Neyse biz konumu seçtik bura. Çok iyi, çok iyi, çok iyi. Oturaq. Deməli, məni görsüz, yəqin ki görsüz. Çox efor sarf eləməyəcəm mən görməyinizə doğru. O yüzden bunu yaxama taxdım və çox iyi. Deməli, uzun sürədir demək olar yəni video çəkmirəm də həqiqətən. Vlog axırıncı dəfə nə vaxt vlog çəkmişəm ki mən? Düşünməm lazım. Axırıncı dəfə Nicatla çəkmişdim də, Katya ilə. Mənim anka sistem tutur da. Ne yapalım? Neyse axır dəfə Nicatla çəkdik falan. Ondan sonra sırf ancaq mahnılar, bu şey klip falan. Değişik quyuşuq. Həqiqətən değişik quyuşuq. Ondan sonra həyatımda yeni gelişmələr oldu mu falan, bunlar nədir falan olsa da bunu deyim ki, birinci ən yaxın dostumla ayrılmaq məcburiyyətinə qalıq. Elə bir şey de oldu. Onun dışında belə şeylər oldu. Yəni heç həvəsim də yox idi əslində video falan çəkməyə. Məsələn, elə də danışıram ki, bir kitləm falan yoxdur da, yəni normal olaraq azdır kitlə olaraq, yəni. Ona görə heç video falan da çəkmək istəmirəm. O istək yoxdur məndə daim. Amma nə bilim, çünki biz necə? Məsələn, deyim ki, mən okey milyonerəm. Evim villadır. Tamam, hər gün video çəkmək istəyirəm. Amma məsələn, normal bir evdə yaşayıb da gün ərzində ancaq film izləyib bir şey eləməməkdir, bir şey deyil həqiqətən. Əgər bunu eləyirəmsə, yəni normal bir içerik olsun ki, mən bunu çəkim eləyim də, yoxsa mən boş-boş nağarım, hə açdım sizə, oturmusunuz qabağınızda, eləyək söhbəti. Prosta yəni belə ambiyanslı şey olsun. Nəsə dünən gecə düşündüm ki, belə bir şey eləyə bilərəm, amma belə bir şeydir. İndi həqiqətən heç
olmadı. Onu hiss elədim məsəl üçün də, amma bizə siz nə lazımdır? Qaranlıq olsun, günəş tərs-təzə çıxsın, heç kim olmasın. Bizə bu lazımdır məsəl üçün. Yəni belə başqa konulara gelirsək abi, yəni belədir. Biraz depresyon falan. Əsas olaya gəlir. Sizcə dünən başıma mənim nə gəldi? Nəysə geri girdim yerimə, saat neçə idi? 1-lə neçə idi də. Dedim saat tez duracağam. Oh my god. Dedim tez yatmalıyam. Nəysə bizimkilərlə bir kinoya baxdıq, amma ki mən bir kinonu da qoyub getdim yatdım. Mən girdim yerimə falan. Girdim TikTok'dan şey gəldi. Nədir o? Snapchat'dan. Snapchat'dan bildirim gəldi mənə. Nə alaka? Nəysə bir dənə qaqaş. Qaqaşın adı Azdım. Saat 1:40. Qaqaş azıb. Söz yox. Azdı. Nəysə bu azğın qaqaş yazıb mənə ki salam. Yəni merhaba yazdım, merhaba yazdım. Nasıl gidiyor? İyi gidiyor yazdım. Ondan sonracığıma şey attı mən şəkil. Şəkil attı mənə. Naratomin elə bir şəkil deyil. Naratomin panikləmə. Don't stop neydi? No panic, no panic. Arkamdaki kişiyi gördünüz. Arkamdan kişi geçti. Neyse mən də azdım deyirəm. Estağfurullah. Neyse mən şəkil attı. Gic. Saat 1-də, 1:42-də, 2:20 dəqiqə qalmış daha. Qol kəsi. Mən atdığı şeyə bax. İyi misin? Qolun kəsib atıb mənə. Abi 10 üzərindən puan ver. 10. Bu vaxtı it mi gəzər? Mənim də itim var ya. Mən də çıxardım onu. Mənim nə istəyim var sizdən? Bu vaxtı it mi çıxar? Biri qapacaq yeyəcək hamısı mənə. Biraz gəlib araşdıraq. Neyse bu qaqaşa yazdım ki manyak mısın abi? Dedi evet abi. Dedim sen məni tanıyırsan zat. Dedi hətta yəni TikTok'dan falan tanıyıram da səni. Yazmağıma görə falan da çox sevindim zat. Hər şeyimdə qarşıqa bastı zat. Neyse. Mən belə yazdı. Bilmirəm. Çox qərib, enteresan yəni. Bunu görəsən məndən başqa yaşayan var belə bir olay sizcə? Çox qorxunc olaydı məncə. Saat 2-də kimin qol kəsini görmək adamın bünyesinə zarar verməz ki, düşün. Saat 2-də qol. Wow, şəklini qoya bilmirəm də, yəni qoya bilsəm buralara falan qoyacağam. Amma Fatih. Adı Fatihdir. Mən orada bir şey dedim. Oh my god, Fatih. Buralarda qarşı deyərimi qoyamıram. Məncə burada bir dənə dans edilir, değil mi? Ay o arvad dancaq mənə bax da. Bakıyorsun niye çok toz pembe hislerle kafayı bozdun sen o düşlerle koz bende acele et. Evet, alkış alkış. Aşağılar limitim də doldu. Pul da xərcləyə bilmirəm. Şu an iç səs eşitdim. O qədər qorxdum ki. Yəni orada bir yerlərdə 100% it var. Yəni olsun korkunç. Çok korkunç. Maşallah da hamı mənə baxır. Tabii bakın. Çok bakarsanız dermişim. Yani ay bu ne diye? Başıma ne geldi demirəm. Başıma oje gəlməyən qalmadı. 10 verirəm həqiqətən. Çünki saat oje 6-da yaşanabiləcək bütün hər şey yaşandı. Bitti. Məsələn, həyatım boyu mən şey maraqlı idi da. Metrolar necə açılır? Məsələn, nə deyir açılır metronun? Kim açır? Necə açır? Zat? Düz həmin o parkdan çıxırdım piknik zonasından da. Video bağladım. Heç yəni düşünün ki, bugün məsələn bu video baxanda bilin ki, metronun siftəsini mən eləmişəm. Yes. Həqiqətən metronun ilk adamı
qarşınızda durur. Nəysə, açdı qapını, sabahınız xeyir. Dedim, hər vaxtın xeyir. Yəni havalı. Amma sabahınız xeyir deməyindən bilinir ki, çox əqli çocuk. Sən əqli çocuk. Yəni elə bir şey də oldu. Onun dışında, yəni indi yeganə parkımdayam da. Yol boyu dedim, şey deyim, naşik taxım da. Bura gələnə qədər naşikdə gəlmişəm ki, biraz mahnı qulaq asım. Hani konsept bu. Overthinkliyim. Ya ona da qoymadılar. Nəysə taxdım naşini. Bir dənə amma çox qorxunc idi həqiqətən. Düşünün də bir dənə onu bir dənə düşünün. Bir dənə evsiz qadın, kişi görmüşük də, yəni kişi 90% kişidir, 10% qadındır. Qadın heç kim yoxdur. Əcəmdə məndən başqa heç kim yoxdur. Aa, dalımca düşüb. Abla nereye geliyorsun abla? Ne yapacaksın? Neyse dalımca düşüb bu arvad. Şey elədik. Nə deyirlər ona? Mənə birinci şey dedi. Dedi 5 manatım var. Dedim yox. Ayda dedi getdi. Taxdım naşini kimi gedirəm mən də. Hardasa 1 dəqiqə falan qalmışdım da buralıca girişə. Aa, gördüm arxamdadır bu. Gəlir. Ay hara gəlsən, az hara gəlsən, az nə olub? Oy, bir məni gördünüz. Hamınız gəlin, hamınız. Bilirəm. Ay, a- a- ay arvadlar nə pis baxdı mənə. Ay, nə anqırırsan adama deyərlər. Nə olubdu, nə olubdu? Məkan mı dəyişdirsə, amma çox qəşəng yerdəyik. Nəysə, Əcəmidə şey var idi. Nəsə, taxdım marşı kimi gördüm bu arxamca gəldi. Sonra takmadım buna. Dedim, neyniyə bilər ki? Maksimum. Aa, çatmışam, bura aparırlar səni. Necə aparırlar səni? Nəysə, bu başladı belə qışqırmağa. Amma necə qışqırır, amma necə qışqırır. Mən şok. Həqiqətən o qədər yəni qorxmadım. Prosta adam narahat olur da. Elə bir qışqırıq idi ki, düşün ki, adam özündən şübhələnir ki, sən apardın qızı. Ondan sonra taxdım naşit kimi yenə ki, yer axtarımda video çəkməyə falan. Bir dənə bomboş kişi. Nəsə dedi. Bu səfər mən naşit kimi çıxartmadım. Nəsə dedi amma bildiyin belə yanıma qədər yeridi. Yəni düz dibimə qədər. Mən də tez-tez yeriməyə başladım da. Qaydanda orada olsa mən video çəkəcəm hamısını. Nəysə bu elə gəldi zat. Şey eləmədim. Viz vermədim. Getdim. Yəni o qədər çox evsiz var ki, yəni indi bu dəqiqə həqiqətən evsiz tərəfindən basqın olmaqdan o qədər qorxuram ki, yəni kimsə gələcəkdə həqiqətən o dərəcədə. Çünki əli var atırsan bomujdur. Əli var atırsan bomujdur. Qorxunc vəziyyətdədir. Gedək bəlkə gəzək sizlə. Nə düşünürsüz? Gedək gedən. O belə baxdı, şey elədi. Belə qəribə bir tepki verdi. Belə onun yaxınlaşdı ona tərəfdə. Yəni elə bir şey, elə bir vəziyyət oldu həqiqətən. O çox maraqlı bir epizod oldu. Da həqiqətən kamuflaj oldu ona bax. Qəribim ya. Qərib yəni. O da çox iyrənc gəlir. Uşaqlar siz də mənim düşündüyümü düşünürsünüz. Çünki mən düşünürəm. Yəni həqiqətən mən düşünürəm. Yəni kimsə görməz əslində. Otlansaqmı? Ayda. Bir də istəyirəm ki, ayda. Şunun çox içimdə qaldığını hiss elədim ha. Yox, qoy biraz da böyüyüm. Qoy biraz da böyüyüm sonra. Bir də bir şey yaşandı, çox qəşəng bir şey yaşandı, onu da deyəcəm. Yəni mən mindiyim Max eğlence şeyi, arabası. Yəni merak edənlər üçün Əcəmi
Yəni bu qədər boşdur həqiqətən. Bunlara bax, bomboş. Bir dənə süpürgəcilər falan var işte. Yürüyoruz. Ya bir dənə süpürgə çıxalı çox şirin idi. Məndən saat falan da soruşdu. Çox şirin şirin. Böyle yani rutin. Belə. Bugün də yəni belə keçdi. Yəni dəyməz dəstək durmağa həqiqətən o deyil idi. Yəni mən plan aldığım kimi deyil. Plan aldığım kimi nə vaxt olacaq? Qaranlıq. Yəni saat 5 biraz istəyim saat 4 məsələn. 4 qəşəngdir. 4, 4, 20, 4, 15, 30, 25 o belə bir şeylərlə çıxa bilər. Yəni tam 4-də də yəni hava çox qalır. Ay pardon. Ya, elə çıxa bilərəm yəni. Nə bilim. Böyle bir şeyler, böyle bir şeyler. Yani bugünlük vlogu bu qədər mi deyim yani ne bileyim. Başka ne çekebilirim ki? Söhbət etdik. Biraz bomjlardan danışdık. Sonra Metropoliteni salmadı məni. Metronun ilk kişisi oldum. Sonra. Başka ne? Ha bir de Əcəmdə gələndə belə bir şey elədim də fikir verdim. Abi bir dənə duxu hissi gəlir. Ama yana bildiğin gəlib getmir. Gəlir. Ama ay danışamıyorum. Gəlib gedir də normaldır. Eləyəcəm şey. Yəni bir hiss edirsən amma bunda gəlir amma getmir. Bildiyim mən başlayandan bitənə qədər eyni duxu çox yoğun bir şəkildə həqiqətən o qədər burnum sızlayırdı o iyə. O nə duxusu idi ya? Kim vurmuş ya da kim yox bu gerekirse böyle pıs geçsin. Ya, ayağımı bir yerde tiken baktı öldüm. Kıyıya tuttum. Kıyıya götürdü alemi. Allah'ım şükür gez. Şu var azam. Ben sonra bir danışa bilmirəm. Həqiqətən. Rüzgar üstüne olur. Bu arada neçə addım attığımı buradan görəcəksiniz. Yəni gün ərzində axırı gün həqiqətən bu qədər addım attım bugün. Havalı. Necə qərib insanlar var. Həqiqətən bir dənə pro bir insan məsələn 5-də çıxın həyətə falan. Bütün it, qopul hamı var. Hamı. Artıq rutində. Bunlar bizə rutin. Qarşılaşdığı mənzərəyə baxın. Dedim buradan durun. Gəlim. Gəlmişik plaja. Allah'ım ya bu şeylerden başıma niye gelir ya? Ben de özgür balıkın kimsesini atacağım başıma. Ya bu yaşlılar ne dayı? Bu nədir vəbşəm? Bunu hardan gətiriblər? Bu ne olan şeydi? Yani be. Orada birisi bak böyle dikiliyor. O çok korkunç. Hakikaten. Bunu çekmeyeyim de. Güya dinlike. Yeri sağ çekiyorum. Öndeki gözümü çekiyorum. Hayda. Ne korkunçtu. Neyse. Yürüyoruz. Var bu yaşlılar. Şey olduğunu varsayıram. Nedir ona? Bazı daşda. Ay o çok pis gelir. Ama hava da pis değil ya. Qəşəng də hava. Beğendim ben havanı. Ha ne diyordum? Arkamdaki gelir. Baya bildiğin zombiler olur. Böyle bir ayak sürmüş. Həqiqətən düşünün ki elə gəlir də yəni. Niyə bu qədər çox skandallı olaylar yaşayıram səhərin dal açılmamış.
Hoca açılıb əslində, onu boş ver də. Yani ne amaç yani yapıyoruz aga bunu. Yani belə. Burada həqiqətən mən bir 5 krok atım gəldimdə uşaqlar. Uşaqlar öldüm nə, krugumu murgumu attım. Biraz bir gezdim falan. İndi də normal olarak vlogu bitirme vaxtıdır. Çünkü Moji yoruldum. Aga yoruldu. Ay, o çok pis geldi, ben o gelene kadar da buradan o inansı ben 5 dəfə kurgu attım. 5'inde de proses biraz uzak oldu da. Ancak gel. Ancak. Arkamdaki day bak. Nasılsınız hanımefendi? Bunun göz rengine bakın. Çok güzel.